Ördək, qaz, hinduşka ətini çox sevirik. Payız, qış ayları gəldikdə ən çox bişirdiyimiz ət yeməkləridir və bu ördək əti də rayondan gəlmişdi. Axırı bişirdim. İlk öncə ördəyi yaxşı doğradım. Sonra isə yudum, duzladım, istiotladım və hər tərəfinə bol turşu əlavə edirəm. Turşu ilə ördək çox ləzzətli olur və onu da paylaşım ki, istənilən turşunu əlavə edə bilərsiniz. Yəni soyuducuda hansı turşu varsa fərq etmir və ördəkləri tavaya əlavə etdikdən sonra üzərinə 1 stəkan su əlavə edirəm. Qapağı örtülü şəkildə az atəşdə bişirirəm və onu da paylaşım ki, qəti yağ əlavə etmək lazım deyil. Çünki ördək yağlı olur və suyu azalanda üzərinə yenidən su əlavə etdim. Əlbəttə ördəyin yanına aş yaraşır. Plov da süzdüm. Ət isə pambıq kimi videoda göründüyü kimi yumuşaq alınır. Yəni bir sözlə möhtəşəm. Sizlər də bu reseptlə ördək hazırlayıb nuş edin. Dadını çox bəyənəcəksiniz.